Hüseynova Rəfiqə. Mən də şikayətçiyəm. Bizim işçiliyimiz artıq 3-cü aydır ki, biz bu soyuqdan ölürük. Pul çatdırmıram. 250 manat pensiya alıram. Mən o pulu işığa verim, qaza verim, ya nəyə verim ki, mən ya çörək pulu nə yeyim mən? Biz də xahiş edirik ki, biz Azər işçilikdən bizim dərdimizdə şərik olsunlar, bizim işçiliyimizi versinlər. Kim vermirsə, ona həmin adamlar qanuni yolla gəlib alsınlar, bizim işçiliyimizi versinlər. 5 nəfərə görə, 10 nəfərə görə biz niyə işçiliksiz qalaq? Bizim dərdimiz budur. Evdə uşaqlar var, qocalar var və biz neyniyək? Bizim dərdimiz budur axı. Biz ölməliyik, qabaqdan şaxtalar gəlir. Neynəməliyik? Şaxtanın qabağında biz diyama bilərik. O işçiliklə, o qazın işçiliyinə xahiş edirəm. Zəhmət olmasa bizim dərdimizə əlac edin. Mən kiməsə görə, mən pul verə-verə, pul verməyənlər şəxsə görə, mən niyə görə işçiliksiz qalmalıyam? Səbəb nədir? Osmanov Əlövsət Məhəmmədoğlu. Sahib Zeynalov 5-in sakini. Özüm şəhid ailəsiyəm. Yeganə oğlum, bir dənə oğlum olub, o da şəhid olub. Torpaqlarımızın azadlığı uğrunda. Buna baxmayaraq, o bizim bu binanı bizə prezidentin özünün iştirakı ilə bizə verilib. Burada işığı, qazı, su, hər istiliyi, hər bir şey normal. 2006-cı ildən bina təhvil verilib. 2006-cı ildən bura bizim istiliyimiz həmişə olub. Bu illərim birdən-birə çıxdı ki, vay, binanın 6000 borcu var, bu ödənilməlidir. İndi borcu olub, bu binada 55 mənzildir. 55-in 30 mənzili ödəyib, 20 mənzil vermir. Deyirsən ki, deyirlər ki, siz şəhid ailəsi düşün qabağa, gedin onlardan deyin ki, pulunu ödəsin. Hansına gedirsən, deyir, qardaş, ödəmir. Get dərdi hara deyirsən, deyil. Sonunda nə ilə qızdırırsınız? Necə? İşıqla, həftədə 20 manat mən şotçiyə işıq yükləyirəm, çatmır. Pletkalar qoyursun evə, o da istiliyi söndürdün, o saatda soğuyur. Qazdakı xunadı 2 göz yandırırıq, yatanda söndürürük, xunada qızır. Aboylar uca qopub tökülür. Noyabrın 15-də istilik verilməlidir, verilməyib. Hal-hazırki vəziyyətdədir. Sağ olsun icra hakimi müavini gəldi, sahə rəisi gəldi. Gəldilər, yığdılar, başa saldılar, hamı dedi ki, ödəyəcək. Getdilər, nəticə yoxdur. Hamısı kartla maaş alır. Buyursunlar birbaşa kartlarına. Ben borç xərci edeyim. Maaşdan tutulmadı. Əmi bilirsən nə tərdir? Bugünkü gün bax işıq kartlandı. Sahib Şirvan şəhərində Əliyev Əli Amizoğlu, sahib Zeynalov bina 5-in sakiniyəm. Özüm də Çernobil əlli oğluyam. 2006-cı ildə bu bina təhvil verilib. Təhvil verilib, bu 2020 ilin borcudur. Kimə də eləyirsən, deyir ki, o vaxtda Allah verdi işləyirdi. Allah verdiyə vermişik, basıb yiyib pulları, onun qalıqları deyil. Bu 20 ilin borcu gəlib noyabrın 15-i Qazanxana verilən vaxtı, gəliblər borcu yapışdırıblar ki, borcunuz var. Bunu qabaqcadan deyirdilər, Azərçilik hamısı nümayəndə gəlməli idi, düşməli idi bir-bir ki, sizin 20 ilin borcu var. Vətəndaşlar bu borc bildirişdə çek olub.
Çeki soruşublar ki, bu nə borcdur? Deyiblər ki, bu sizciydir. Bu köhnədir, silinir. Bu yerdə qalan aylığınızı ödün. Aylığınızı ödün deyə bizim başımızın altına yastık qoyublar. İndi də gəlib 7000-ə yaxın borc yığılmışdı. İndi verilib, qazanxanaya baxanda Elşən demişdi ki, lap əvvəl. Heç olmasa 50% yığılsın, 50%-dən sonra bıraxaq. İndi 75%, 80% pul yığılır. Balalarımız soyuqdan ölür. Mən borc xərc eləyib qazanxananın pulunu atdım ki, mənim adım hallanmasın. Mən həftəyə 30-40 manat işıq verirəm. 18-20 manat qazanxanaya pul gəlir. Ki, qaza pul gəlir. Mən niyə görə ayda 24 manat verə biləcəyim halda mən həftəyə 30-40 manat niyə işığa verməliyəm? 20 manat niyə görə verməliyəm? Niyə görə mən pulumu verə-verə mən istiliksiz qalmalıyam? Bunun səbəbi nədir? 400 manatdan yuxarı mən dava dərmana pul vermişəm. 2 dənə balaca az yaşlı körpəm var. Səbəbi nədir? Bunun səbəbi nədir? Mən niyə görə cəmaata görə istiliksiz qalmalıyam? Allaha şükür ki, Allah hamıyı var eləsin. Hamı evinə maaş girir, kartla maaş girir. Azərsilik təchizatdan xahiş edirəm. Bunu istəsələr 2 günə, istəsələr 10 günə məhkəməyə verib icraçı şöbəsi ilə hamısının idarələrinə, kartlarına vura bilərlər. Xahiş edirəm, bu işə tədbir görülsün. Cənab başçının qəbulunda oldum, sağ olsun. Mavini göndərdi, Uçaskovi göndərdi, Damkomları göndərdi. Düşdülər bir-birən. Verəcəmlə iş getmir. Verəcəm. Tudcu ödənilməlidir bu. Ödənilməlidir ki, bina 3-cü, 4-cü, 5-ci bloku verməyə ixtiyarları çatır, səlahiyyəti çatır. 3 blokdan 6 nəfərdir. Ən çox 1-ci blokdan 2-ci blokdadır. 6 nəfər birində qalıb, 11 nəfər birində qalıb. Amma burada 6 nəfər qalıb. Onlar da problemdir. Zəng elib, xahiş elib, elib. Amma 3-cü, 4-cü, 5-ci bloku birbaşa aça bilərlər. Çünki hər binalarda, hər binalarda yuxarıdan da, aşağıdan da kranatları var. Bağlasınlar, versinlər. Bunu mən icraya da demişəm. İcra sağ olsun nümayəndə göndərdi ki, dedi ki, gedin yerində araşdırın. Mən niyə görə, kiməsə görə mən borcum olmaya, mən niyə görə istiliksiz qalmalıyam? Ayda 24 manat verməkdə mən niyə görə 70-80 manat kommunal pul verməliyəm? Getməklə deyil. Bir de bizim bu Bir binada dəqiqə 2 üzr nəfər istəyirəm. vermir. Bir dəqiqə üzr Onu istəyirəm. kəs ver də. Üzr istəyirəm. Bir dəqiqə. Səbəb nədir? Gətirib çeki qoyur, çıxır. Çeki qoyub çıxıb getməklə deyil. Bu 2006-dan bu bir bu problemi sağ borclar. Bu problemdir. Noyabrın 15-i, noyabrın 15-i. Qazanxana verilən vaxtı gətirib siyah. Yok ev qazıda Dövlət 4 gözü yandırırıq ki, yanına istəyir yox. Başka var, o da kızdırmıyor. Bu tağlara Öyle geliyor, ya. kulağını kızdırır.